Efrimizə Qəlibir Nəşrinin iddiası ilə başlayaq. Çünki davamlı olaraq biz efirə ya atəşkəsin pozulması, ya da Avropa İttifaqının şərti sərhədi gəlib müşahidə aparması ilə başlayırdıq. Qəlibir Nəşri iddia edir ki, müharibə ehtimalı artıq qapıdadır. Ermənistan apreldə Azərbaycana qarşı müharibəyə başlamağı planlaşdırır. Nəşrin etibarlı mənbələrə istinadən yaydığı məlumatda qeyd olunur ki, faktlar və əldə edilən informasiyalar Ermənistanın Azərbaycanla sərhəddə təxribat xarakterli hərbi əməliyyatlara ciddi şəkildə hazırlaşdığını göstərir ki, bu da yeni eskalasiya təhlükəsini olduqca real edir. Xəbərdə qeyd olunur ki, Ermənistan artıq qarşıdurmanın yeni raunduna hazırlığını gizlətmir. Ötən həftə Ermənistan hökumətinin iclasında ehtiyatda olan hərbiçilərin növbəti toplanışının 1 aprel 13 gün tarixlərində keçiriləcəyi açıq şəkildə elan edildi. Maraqlıdır ki, bu toplanışın müddəti rekord həddə, yəni tam 10 həftə davam edəcək. Bu isə standart hazırlıq müddətlərindən xeyli uzun olması ilə diqqət çəkir və İrəvanın sıradan hərbi təlimlərindən daha ciddi məqsədlər güddüyünü göstərir. Ermənistanın bu planlarında xüsusi yer tutan məqamlardan biri də Blitzkrieg konsepsiyasıdır. Bu strategiyaya əsasən Ermənistan Azərbaycanla şərti sərhəd xətti boyunca yerləşən yaşayış məntəqələrini sürətli şəkildə işğal etməyə planlaşdırır.